Bugün Fabrik'ten siparişler gelir. İstedim ki size bunları çekeyim. Bunlar siparişli. El temizleyicimiz. Çok sevilen yağ çözücümüz. Bunu artık hanım ikinci seferde iki sipariş verir. Çok sevir. Çok güzel istifade edir. Böyle koya. Daha sonra siparişli hemen hanımı falan. Ve SPF 30'dur. Çünkü hanımın derisi buğdayıydı. 30 yaş üstü olduğu için yaşlanma lehinin SPF 30 seçiyorum. Bunlar ise bunların üstünde gelen başlıklarda. Şöyle koyun. Deməli, Hyaluronka seriyasından uzun quruduğu için əvvəl normal qayıtma sahib olduğum için ayşını istifadə edirdim. İndi isə dərin quru olduğu için nemlendirici krem istifadə etmədim. Dərin qurudu və quru olduğu için də artıq Hyaluronka keçdim. Hyaluronka seriyasından eczema için peeling gel seçmişəm. Eczema gel almışam. Daha sonra gece ve gündüz kremler almışam. Tonik götürmüşüm. Unutmuşam sinirlik sebebini. Unutmuşam götürmeyi. Bu şekilde göstereyim. Daha sonra və hər Hyaluronka məhsuluna görə də üstündə Hyaluron göz pətçiləri hədiyyə idi. Amma birini götürmüşəm. Digərlərini səbət atmaq unutmuşam. Deməli, bunlar isə mənə bu ise özüm için götürdüğüm SPF 50 stick formasındadır. Bunu açıp size ayrıca göstereceğim. Çok maraqlı mənə. Bu özüm için seçtiğim gümüş iyonlarıyla həssas diş fırsatlı. Tiklər çok yumuşaq görünür. Bir yaxından göstereyim. Çok yumuşaq görünür. Çok maraqlı mənə yazıldı bu. Bu mətbəx mebellərini silmək üçün yağları təmizləyir. Bunu belə qoyaq. Bu Stored Amare seriyasından bədən üçün dezodorant örtüklü. Bunu da olsun. Çok xoş, sərin, heç yolmayan bir ətri var. Böyle nə tünd deyil, nə açıq deyil. Yəni çox sadə bir ətri var. Bunlar isə 24K pul kod olan kızıl tərkib dediğim kimi ağız yaxalayıcımız və diş pastamız. Bunlar haqqında çox eşitmişdim. Çox qəşəng təsirlər olduğunu eşitmişdim. İstədim ki, ağız başında istifadə edeyim. Bu isə ağrıcı diş pastamızdır. Bunları gecələr, bunları isə sabahlar istifadə edəcəm. İnşallah ki, gecələri sonunda bölüşəcəm hər kəslə. Bu qədər məhsullarım bu qədərdir. Bunu qoyaq.